Kim sizə desə ki, autizm mübarizəsində pəhriz boş şeydir, mənasızdır, elmi sübutu yoxdur, faydasızdır, hətta mifdir, xurafatdır, inanmayın. Hər birinizə salam olsun, hər kəsi yenidən xoş gördük. Yəqin ki, ilk cümlədən söhbətin nədən getdiyini anladınız. Bəli, son vaxtlar autizm haqqında çəkilmiş video çarxlar bütün sosial platformalarda qarşıma çıxır və qeyd edim ki, bu videoların sadəcə 10%-i maarifləndiricidir. Qalan 90%-i biznes xarakterlidir. Və mən çox təəssüf edirəm ki, autizm mövzusu bugün biznes mənbəyinə çevrilib. Ümumiyyətlə, autizm barədə hər kəs fikir söyləyə bilər. Sözüm onda deyil, sözüm həkim və mütəxəssislərədir. İndiyə qədər tanıdığım həkimlərdən barmaqla sayılacaq qədəri autizm mübarizəsində pəhrizin vacibliyini qeyd edir. Autizm mübarizəsində pəhrizi inkar edən həkimlərə isə belə bir sözüm yoxdur, sadəcə onların həkimliyinə şübhə edirəm. Ya bu insanlar ümumiyyətlə autizm pəhrizi haqqında heç nə bilmirlər, onu oxuyub mənimsəməyiblər, ya da məqsədli danışırlar. Nə demək istədiyimi yəqin ki, anladınız. 13 ildir autizm Kanner sindromlu əkizləri ilə bu yolu gedən ana kimi deyirəm. Autizm mübarizəsində pəhriz mütləqdir, vacibdir. Onsuz mümkün deyil. Bir dünya praktikasına nəzər salın. Əgər bir uşaq, tək bircə autizmli uşağın müasir tibblə, yəni kimyəvi dərmanlarla, kimyəvi preparatlarla autizmdən çıxdığının şahidi olmusunuzsa, buyurun şərh bölməsində yazın, mən də tanış olun. Mən tanımıram belə bir uşaq. Amma təlim və pəhrizlə, yəni ikisi bir yerdə, yüzlərlə ailə öz uşaqlarını çox gözəl yerə gətiriblər, çox gözəl inkişaf etdiriblər, çox yaxşı durumdadılar hal-hazırda və normatipik uşaqlardan, yəni öz yaşıdlarından demək olar ki, seçilmirlər. Düzdür, autizm ömür boyu sürən bir xəstəlikdir, yəni adı üstündə sindromdur. Amma bir var ki, bu xəstəlik pisləşə-pisləşə tamamən dözülməz bir duruma gəlsin, yəni autizmin şiddətlənmə mərhələsinə qədər gedib çıxsın. Bir də var ki, düzgün yolu seçməklə yaxşılaşa-yaxşılaşa normatipik uşaqların səviyyəsinə gəlib çatsınlar. Buna görə də, əziz analar, autizm mübarizəsində doğru düzgün yolu seçməyə gecikməyin. Sonda isə onu demək istəyirəm ki, mən nə həkim deyiləm, nə mütəxəssis deyiləm, nə inkişaf mərkəzim yoxdur, nə də klinikam yoxdur. Sadəcə keçdiyim yolu, tətbiq etdiyim proqramı, aldığım nəticəni sizlərlə paylaşaraq sizə də faydalı olmaq istəyirəm. Möcüzəni kənarda deyil, öz əllərinizdə və gözlərinizdə axtarın. Bir-birimizə faydalı olmaq diləyi ilə deyirəm və növbəti videolarda görüşərik inşallah. Hələlik.